İslam Media TV təqdim edir. Salam hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi İslam Media Televiziyasının efirində. Beləliklə bizim İslam Media Televiziyasının növbəti verilişlərindən birindəyik və bu verilişimiz isə gündəmin sorğusu adlanır. Biz bugündən belə həftə içində hər dəfə çalışacağıq ki, gündəmdə olan mövzularla bağlı şəhər sakinlərindən sorğular aparaq. Bugünkü mövzumuz isə bilirik ki, artıq biz Məhərrəm ayındayıq və bu Məhərrəm ayında sakinlərin məscidlərə, məclislərə gedirlərmi və bu məclislərdən nə kimi bəhrələnirlər? Bax, sakinlərimizə bu cür suallarımız olacaq. Salam aleyküm əmi. Aleykümselam. Əmi, bilirik ki, hal-hazırda Məhərrəm ayındayıq və bu günlərdə İmam Hüseyin ağanın matəm günləridir. Ümumiyyətlə, bu günlərdə məscidlərə gedirsinizmi? Əlbəttə. Gedirik, məsələ deyirik. Gənclərimizə, ümumiyyətlə sizin özünüzə, bizə bu məclislər nə cür təsir bağışlayır? İstər ruhun qidası kimi, istər belə deyək, gənclərimizə tərbiyəvi əhəmiyyət cəhətdən. Tərbiyəvi əhəmiyyət, həm də ruhun qidası kimi. İstəyərdik bilək ki, bu günlərdə məscidə gedirsinizmi? Hər axşamları ailəliklə məscidlərdəyik, qardaşım. İmam Hüseyin məclislərinə, Həsənə aşıqi ürəyimiz var bizim. Nə gözəl, Allah qəbul eləsin. Ümumiyyətlə, bu məclislərin gənclərimizə, cavanlarımıza tövhəsi nədir? Nə cür təsir bağışlayır? İnşallah günü-gündən artımcılıq var, qardaşım. Gənclərimizin tərbiyəsinə nə cür təsir bağışlayır? Lap gözəl, lap. Gəlirlər, öyrənirlər, məscidlərdən gedirlər. Allaha şükür. Tərbiyə götürürlər. Bəli, bəli. İslam elm tərbiyəsidir, elm məktəbidir, tərbiyədir. Nə gözəl. Bəs olubmu ki, bu illər ərzində niyyətiniz, diləyiniz ola, İmam Hüseynə xatir gedəsiz, Allahdan istəyəsiz qəbul ola? Bəli, inşallah elə çox olubdur. Mən 10 ildir namaz qılıram, sırf ürəkdən təmiz bağlananda o adamların niyyəti qəbul olur. Yəqin ki, bilirsiniz, Məhərrəm ayındayıq, İmam Hüseyin ağanın matəm günləridir. Məscidlərə gedirsinizmi, məclislərə gedirsinizmi? Bəli, gedirik. Məclislərdə nə cür iştirak edirsiniz, bunu da bilmək istəyərdim. Özümüz iştirak, İmam Hüseyin müsibətidir, məscid deyirik, dərsi oxuyuruq, nə bilim, məscidlərə Qaraköynək gedirik. Mən öz borcumuzu yerinə getiririk. Ümumiyyətlə, bu məclislərin gənclərə, cavanlara tərbiyəvi əhəmiyyət daşıdığını düşünürsünüzmü? Bəli, düşünürəm. Çox tərbiyəvi. Məsələn, Sovet devrində bizim bunlara imkan verilmirdi. Mən hal-hazırda da saat özündə gedirəm məscidlərə, uşaq vaxtından da bu işi bu yolda, bu qulluqdayam. Neçə uşaqlar, özüm öyrətmişəm oxumağını da, özüm hal-hazırda da oxuyuram, neçələri də oxuyur hal-hazırda. Bunun əhəmiyyəti budur ki, tərbiyəvi, dini, məsələn, yollardayıq, dinə qulluq edirik. Dindən başqa bir şey yoxdur. Bir Allah Təaladır. Allahın yaratdığı bəndələrik ki, biz bu yolu qulluq eləməliyik, borcumuzdur. Olub ki, bu illər ərzində arzunuz, niyyətiniz ola İmam Hüseyin xatirinə Allah qəbul eləyə? Olubdur, çox olubdur. Yəni, neçə niyyətlərlə onu saymağa çoxdur. Olubdur. İmam yolunda demişik, məsələn, falan işimiz düzəlsin. Gəlib olubdur. Məsələn, bu il Məhərrəmlikdə demişəm, gələn Məhərrəmlikdə kimi düzəlib işim, o işlər həyata keçibdir, yaxşı olub dəlmişim. İmam Hüseyin ağanın matəm günləridir. Bu günlərdə heç məscidə gedirsinizmi? Hə, gedirik. Olubmu ki, arzunuz, diləyiniz ola bu neçə illər ərzində ki, İmam Hüseyin ağa xatirinə Allahdan istəyəsiz yerinə yetər? Olubdur, hə. Ümumiyyətlə, bu məclislərin cavanlara, gənclərə yaxşı təsiri olduğunu fikirləşirsinizmi? Bəli, tərbiyə haqqında lap yaxşıdır. Elə bir ki, cavanlarımız dinə qarşı çox hörmət olunurdu. Yaxşıdır. Gənclərə tərbiyədir, lap yaxşı. Gələcək nəsillə lap yaxşıdır. Hanım, istəyərik bilək, siz necə? Siz də məscidə gedirsinizmi? Bəli, gedirəm. Mən çox, yəni ki, istəyirəm ki, bütün bizim müsəlman xanımlar, belə istəyirəm ki, bu din yoluna çox diqqətlə baxsınlar. Yəni ki, istəyirəm, hamı ümumiyyətlə belə bu din yolunda diqqətlə fikir versinlər. Mənim özüm din yolundayam, istəyirəm ki, hamı din yolunda Fətmə Zəhranın tərbiyəsini, bəli. Bu qədər. Qadınlara hörmətli olsunlar.
Fatimə Zəhranın qanunu davam eləsinlər də. Bəli, məscidlərə getməyinin böyük bir savabı var. Yəni ki, bizim cavanlarımızı demək olar ki, bir çox əxlaqsız hərəkətlərindən çəkməyə vadar edir. Ona görə də çox böyük, nətər deyərlər, çox şükür edirəm Allaha ki, bax belə bir şeylər bizim dövlətimizdə də əmələ gəlir. Öz dinimizi tanımağa qabiliyyətimiz olur. Bəli, əziz tamaşaçılarımız, gördüyünüz kimi biz şəhərdə sorğu etdik və biz də şahid olduq ki, bizim şəhər sakinlərinin əksəriyyəti məscidlərdə bu günlərdə ziyarətdə olurlar, gedirlər və İmam Hüseyin məclislərində iştirak edirlər. Onların hətta dilək eləyənlər, niyyət edənlərin də hamısının dedilər ki, niyyətlərimiz də olub ki, qəbul olur. Biz də bütün əzadarların Allah əzadarlığını qəbul eləsin deyirik və gələn görüşlərdə görüşmək ümidi ilə. Sağ olun, Allah amanında.